Azad Azərbaycan telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub. Oxu-Azın məlumatına görə Bizimlə Sən və Rəngarəng proqramları efirdən çıxarılıb. Kanalın mətbuat xidmətindən bildirilib ki, məlumat doğrudur. Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib. Eyni zamanda Oxu-Azın məlumatına görə ARB kanalında da ciddi efir dəyişikliklərinin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir. Astarada gəlin qaynanasına diş düzəltdirməyə görə qətlə yetirib. Hadisə rayonun Kolatan kəndində baş verib. Belə ki, 2004-cü il təvəllüdlü Ruhanə İmanova qaynanası Xalidə Manafova ilə mütəmadi mübahisə edib. Qadın gəlini ilə oğlunu evdən çıxarmaq istəsə də, oğlunun imkansızlığından bu plan baş tutmayıb. Bundan sonra isə qaynana gəlin arasında mübahisə şiddətlənib. Bir müddət əvvəl Ruhanə İmanova həyat yoldaşının pulu ilə dişlərinə breket konstruksiya sistemi tətbiq etdirib. Bu isə Xalidə Manafovanın xoşuna gəlməyib və nəticədə qaynana gəlin arasında yeni mübahisə yaranıb. Mübahisə nəticəsində Ruhanə İmanova mətbəx bıçağı ilə qaynanasına 13 bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Faktla bağlı cinayət işi başlanılıb, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ruhanə İmanova saxlanılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ruhanə İmanova 10 il azadlıqdan məhrum edilib.